Linçlənməyim deyə bu videonu paylaşmayacaqdım. Amma sonra dedim, yox, səhv işlədirəmsə, bəzi şeylərə də açıq olmalıyam. Əslində mənə görə hər şey çox yaxşı gedirdi. Ta ki üstündəki yazıları qoyana qədər. Bu tərzdə kitab tortunu birinci dəfə idi ki hazırlayırdım. Düzü videolarına çox baxmışdım. Dedim, nə var ki bunu hazırlamağa, çox sadədir. Sən demə hər şey göründüyü kimi deyilmiş. Tort atamın yubiley tortu idi. Bacılarım dedi ki, gəlin tortu bişirdirək. Mən dedim, yox, nə danışırsınız? Mən bu işi bilirəm. Bacarıqlı əllər öz məharətini göstərəcək. Bacarıqlı əllərə göz dəydi, bu dəfə heç nəyi bacarmadı. Biskvitlərim istədiyim kimi alınmadı. Üstündəki yazıları çox böyük çıxartdırmışmışam və həmişəki istifadə etdiyim qaymaqdır ki, bu səfər qəti qatılaşmaq istəmədi, məni çox incitdi. O qədər də özümə arxayınam ki, tortu bəzəməyi həmin günə saxlatmışam. Nəysə ki, tortu birtəhər yığdım. Yaxşı ki, bu şəkər xəmirləri var, eyibləri örtür. Tək eyiblərimiz belə şeylər olsun deyib özümüzə də təsəlli verək. Onu da deyim ki, tortun dadı çox gözəl alınmışdı. Yeyənlərin hamısı bəyəndi, hətta görünüşünü də bəyəndilər. Amma görünüşü mənə görə o deyildi. Daha səliqəli və simmetrik olmalı idi. Bütün bu çətinliklərə baxmayaraq, buradan da atamı bir daha təbrik edirəm. Yaxşı ki var, yaxşı ki yanımızdadır, başımızın üstündədir. Allah bütün ataları, anaları qorusun, mənimkilər də onların içində. Bu da güc-bəla ilə əmələ gətirdiyim tortumun son halı. Necə oldu? Bəyəndinizmi? Fikirləriniz mənim üçün maraqlıdır. Yazsa sevinərəm. Videonu bəyənib səhifəni takib etməyi də unutmayın ki, belə maraqlı, faydalı postlarım qabağınıza çıxsın. Bu dəfəlik də bu qədər. Hələlik.